Sumqayıt şəhərində növbəti ekoloji təşəbbüs uğurla həyata keçirilib. Şəhərin ən sevilən istirahət məkanlarından biri olan Nəsimi adına Mədəniyyət və İstirahət Parkında geniş miqyaslı ağac əkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində park ərazisində 400-dən çox müxtəlif növ ağac əkilib. Tədbirdə Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri, Sumqayıt Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları, parkın kollektivi və çoxsaylı könüllülər iştirak ediblər. Aksiya iştirakçıları tərəfindən əkilən tinglər aqrotexniki qaydalara uyğun qulluq göstərilib, suvarma və möhkəmləndirmə işləri aparılıb. Bu təşəbbüs təkcə yaşıllıq fondunun artırılmasına deyil, eyni zamanda şəhərin ekoloji mühitinin daha da sağlamlaşdırılmasına xidmət edir. Son illər Sumqayıtda həyata keçirilən geniş miqyaslı abadlıq quruculuq işləri çərçivəsində yaşıllıq zolaqlarının salınması, park və xiyabanların yenidən qurulması, minlərlə ağac və dekorativ kol bitkilərinin əkilməsi davamlı xarakter alıb. Son 10 il ərzində Sumqayıt şəhərində yaşıllıq sahələri 2 dəfədən artıq genişləndirilib. Bu göstəricilər şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin real nəticəsidir. Görülən işlər nəticəsində Sumqayıt artıq təkcə sənaye şəhəri kimi deyil, həm də müasir və ekoloji baxımından dayanıqlı şəhər kimi formalaşmaqdadır. Xüsusilə vurğulayaq ki, park ərazisində qurumuş, həmçinin təhlükəli vəziyyət yaradan ağaclar kəsilərək yerinə tinglər əkilib. Bu proses Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi əsasında həyata keçirilib. Bu yanaşma yaşıllıqların qorunması və bərpası istiqamətində məsuliyyətli mövqeyinin göstəricisi kimi qiymətləndirilir. Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən həyata keçirilən bu cür aksiyalar şəhərdə ekoloji tarazlığın qorunmasına, havanın keyfiyyətinin yaxşılaşmasına və sakinlərin daha sağlam mühitdə yaşamasına mühüm töhfə verir. Qurumun yaşıllıqların mühafizəsi və artırılması istiqamətində atdığı ardıcıl addımlar şəhər ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Yaşıllıq sahələrin genişləndirilməsi, yeni park və istirahət məkanlarının salınması bundan sonra da davam etdiriləcək. Məqsəd Sumqayıtı daha abad, daha gözəl və ekoloji cəhətdən daha sağlam şəhərə çevirməkdir. Qeyd edək ki, Sumqayıt şəhər icra hakimiyyəti hər zaman yaşıllıqların qorunmasına və artırılmasına xüsusi həssaslıqla yanaşır və bu istiqamətdə həyata keçirilən layihələr davamlı xarakter daşıyır. Keçirilən son ağac əkmə aksiyası da bu siyasətin bariz nümunəsi kimi qiymətləndirilir. Elvin Qudratov, Şəmstan Fikrətli, Elbrus İsmailov, bu gün informasiya proqramı üçün.